Kişi öz dilinin altında gizlənibdir. Danışın ta tanınasınız. İnsan paltarının, libasının altında gizlənməyib, bəlkə dilinin altında. Hədisi şərifidə ki buyurur, hifz-i lisan, dilin insan qorumalıdır. Həqiqətdə də dil Allahın ən böyük nemətlərindəndir, insana əta eləyib. Amma Həzrət buyurur, innəl lisanə səb'un in xulliyə aqara. Dil bir yırtıcı şir misalındadır. Əgər onu buraxsın, o yırtıcı heyvan, demək olar ki, öz zərbəsini vuracaq, sancacaq o. İnsan öz məharətlərin, öz gözəlliklərin və həmçinin öz eyiblərin dilin vasitəsilə aşılayır. Dil Allahın böyük nemətlərindəndir. İnsan danışmaqla tanınır ki, Həzrət Əmir əleyhissalam buyurur, İnnəl mər'ə məxbuun təhtə lisanih, la tayləsanih, təkəlləmu tu'rafu. Kişi öz dilinin altında gizlənibdir. Danışın ta tanınasınız. İnsan paltarının, libasının altında gizlənməyib, bəlkə dilinin altında. Ta mərd suxənnə qofdə başəd, ey bu hünərəş nəhofdə başəd. İnsan nə qədər danışmayıb, eybi də bilinmir və hünəri də bilinmir. Danışandan sonra məlum olur. Danışmaq da qədəri var. Sukut, səmt, onun da qədəri var. Bəzən görürsən, çoxları bu sahədə ifrat ya təfrit eləyirlər. Yəni, o yerdə ki, insan danışmalıdır, gərək danışa. O yerdə ki, sükut eləməlidir, sakit olmalıdır. Hədisi şərifidə Həzrət Əmir əleyhissalamdan var ki, əs-səmtu babun min əbvabil hikmə. Səmt, sakit qalmaq, hikmət qapılarından bir qapıdır. Ya məsələn, başqa rivayətdə varid olub ki, İzə rəəytəl müminə səmutən, əgər mümini sakit gördünüz, İzə rəəytumul müminə səmutən fədnu minə, sakit olanda müminə yaxınlaşın, fəinnəhu yuləqqəl hikmətə, çünki o sakit olan vaxtında hikmət tələqqi eləyir və ondan hikmət öyrənir.